İndi siz seçim edərkən düşünün. Mən niyə motosikletə başlayıram? Mən motosikleti harda sürəcəm? Yəni niyə başlayıram? Təyinat olaraq harda sürəcəm? Sən bütün günü şəhərdə sürəcəksənsə, gündə 5 saat şəhərdə probkada yatızdıracaqsan, sən street almalısan. Və ekonom olsun demə istəyirsənsə, məsələn, streetin 800 kubu, 1000 kubu street olsa belə çox benzin işlədəcək. Yəni sənə əl verməyəcək. Plus premium aktandan işləyəcək, super aktandan işləyəcək. Almalısan sən 150 kub, 200 kub. Yəni sizin gündəlik tələbatınıza uyğun. Yox, əgər sən məsəl üçün çıxıb normal sürət görmək istəyirsənsə, adrenalin istəyirsən, yarış motosikleti ala bilərsən. Yarış motosikleti də 600 kub, 1000 kub ala bilərsən. Qiyməti başqadır. Məsələn, yarış motosikleti tipində olsun istəyirsənsə, göstərdiyim Çin motosikletlərini ala bilərsən. Yamaha R15, Bajaj RS 200 ala bilərsən, CF Moto ala bilərsən. Yəni bunların hamısı nədir? Kiçik kubdur, performansı olmayan yarış tipi yarış tipidir. Yəni motor bloqu isə yarış motosikletinin bloqu deyil. Amma desən ki, həftədə bir dəfə, 2 dəfə sürəcəm. Özümüzü hobbi üçün sürürəm. Onda istənilən motosiklet ala bilərsən. İstəsən klassik al, istəsən super sport al, istəyirsən street al, nə alırsan al. O zaten sən həftədə 1-2 dəfə sürəcəyin üçün sən elə bir motosikletin nə sənə xərc çıxadacaq, nə də səni yoracaq.